Deyilənlərə görə peyğəmbərlərdən sonra Yaradanın öz mərhəmətini və lütfünü əsirgəmədiyi bəndələr sırasında şairlər gəlir. Dünyanın sevincini, kədərini ürəklərində daşıyan şairlər. Dünyanı gəzdirir sinəmdə ürək. Dünya nəyə dəyər, nəyəmə gərək? Necə yaşayıbsa yaşasın ancaq bu ulduzlu səma, bu insanlı yer. Dünyada bircə an sevib yaşamaq özü bu dünyanın özünə dəyər. Sevgi olan yerdə nə söz, nə söhbət, sevən bir çiçəklə qandırır səni. Alovlu köynəkdir əsil məhəbbət, candan can çıxınca yandırır səni. Mən riyaziyyatçı olmalıydım. Özümdə dəqiq elimdə çox bir həvəsim vardı. Tale elə getirdi ki, Qubada Pedagog Texnikum 3-cü kursunda oxuyanda Azərbaycanın məşhur şairi o deyir, bir neçə ölkədə tanınmış Səməd Vurğun deputat kimi Qubaya gəldi seçicilərlə görüşə. Mən də əlaçı tələbə idim, tələbə təşkilatı sədr idim. Və mənə dedilər ki, deputatın qabağında sən çıxış etməlisən tələbələr adından. Titrə-titrə getdim və mənə söz verdilər, çıxsın tribunaya danışdım. O kağıza yazmışlar çıxışımı, müəllimə yazmış. Nə onu qoydum cibimə, oxumadım, özüm sərbəst danışdım. Rəhmətlik Səməd Vurğun çıxışım kursuna gəldi, məni qucaqladı. Dedi, ay Ləzgi balası, əgər sən Azərbaycan dilini mükəmməl öyrənsən, hətta şeir yaza bilərsən. Əlbət bu sözü deyən adam Səməd Vurğun idi, mən oldum ədəbiyyat həvəskarı. Və küllü miqdarda ədəbiyyat oxudum. Əsas mən oxuyordum bayatları, dastanları, nağılları, aşıq poeziyası. Ona görə ki, Azərbaycan dilini mükəmməl öyrənmək lazım idi. Azərbaycan dilini mükəmməl öyrəndim və öz ürək sözündən, poeziya diliyle Azərbaycan dili deməyə başladı. Kələntər-kələntərli, klassik və müasir ədəbiyyatın ən gözəl nümunələrini mütaliə etməyi özünə boş bilir. Eyni zamanda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini böyük həvəslə oxuyur. Hər zaman nə isə öyrənmək, bilmək istəyi onu tərk etmir. Kələntər-kələntəri bizim böyük şairlərimizdəndir. Sözün əsl mənasında ustaddır. Kələntər müəllimin sözü həmişə mərd sözdür. Onun şeylərində həmişə ciddi şeylər, həmişə mərd şeylər, həmişə belə deyək, ürfan şeylər, Allaha yaxın olan şeylər var. Söz qəribə bir şeydir. Sözü heç kim ölçə bilməz ki, çəkisi budur, ölçüsü budur, boyu budur, uzunu budur və s. Söz su kimidir, bilirsinizmi? Suyu içirsən, bədənin hiss edir ki, bu gözəl suymuş, ya pis suymuş, söz də elədir. Sözü ancaq insanın könlü hiss edir, insanın içi hiss edir, Tanrı sözü hiss elətdirir. Qaynar həyat yaşayan kələntər-kələntərli, öz işini sevən bir insandır. Bu sevgi onu neçə illərdir ki, Azərbaycan radiosuna bağlayıb. Hazıram, bəli. İkramiye bakazvandır. Şuna Azərbaycan din, devlet din, radyoda Lezgi Çılal Gunudar avazı. Mikrofon devili qalaydı, Lezgi redaksiya din, redaksiya şair kələntər-kələntərli. Şair radyo dalğalarında öz ana dilində gözəl şeirlər oxuyur, xalqlarımız arasında yaranan qədim dostluq münasibətlərindən söz açır. Zəngin folklorumuzdan nümunələr söyləyir, insanları dostluğa, qardaşlığa, birliyə səsləyir. Şümid yox ya, şümid yox ya, şeir akıp gideriz. Bizim demək dostluğumuz uzun illərdir davam edir. Üstəlik mən ona Azərbaycanın dostluq körpüsü adı vermişəm.
demişəm, sən Azərbaycanın Samur körpüsüsən. İki xalqı bir-birinə bağlayan şairsən. Bu gözəl şeirlər, gözəl əsərlər müəllifi Kələntər Kələntərli həm də həmişə mənim nəzərimdə bir növ belə bir niskilli adam kimi qalırdı. Mən o gözəl bir ləzgi mahnısı oxuyurdu, xalq mahnısı. Bu mahnını oxuyanda o sarın o yuxarı yaylaları, laləli çölləri zadı göz önümə gəlirdi. Mən o dilli başa düşməsəm də onun hamısını görə bilirdim. Ay gözəl dağ dərə, ay gözəl sudur. Mən sizdə gəzmirəm gövhəri zəri. Doğma sinənizə həkk olunubdu neçə əzizimin ayaq izləri. Özümə bəs edər özlərdim sərim. Kimdi görüşdürəm bir daha bizi. Məndən inciməz ki həm yerlilərim. Qəlbimə yükləyib aparsam sizi. Həyatın əbədi qanunları var. Hər şey bu dünyadan gedir dünyada. Dəyişir donunu dərələr, dağlar. Dəs dəyişilməyən nədir dünyada? Məni yaşadandı bu el, bu vətən. Elin səadəti səadətindir. Dünyada əbədi dəyişilməyən yurduma, xalqıma məhəbbətimdir. Mənim ədəbiyyata gəlməndə bəxtim onda geçirdi ki, mən yaxşı mühitə düşdüm. Birinci mən Hüseyin Arif kimi bir şairlə tanışıldım. O Azərbaycan'ın çox mükəmməl bilən şairiydi. Ondan sonra mən 1957-ci ildə Əli-Kərim Moskvada Dünya Ədəbiyyatı İnstitutu kurtardı, gəldi, Azərbaycan jurnalında işlədi, onunla tanışıldım. Sonra təbii ki, Osman Sarıvəlinin yanında tez-tez gedirdim. Sonra Nəbi Xəzri bizə çox kömək edir. Sonra İslam səfərindən tanışıldım. Toğrul Bayramla tələbə yoldaşı olmuşam. O da gözəl şairimizdir. Onu demək istəyirəm ki, yəni əgər o mühitə düşməsəydin, başqa mühitə düşməsiniz ki, mən Kələntər ola bilməzdim. O bu ilıq, kövrək hisslər, düşüncələr içində ötüb keçənləri yada salır. O vaxtdan çox şey dəyişib. Təkcə kəndin suyundan və havasından başqa. Gəlir ayaq yalın, baş açıq gəlir. Kənddə uşaqlığın min ləzzəti var. Xoş gəlmisən deyib yola düzəlir. Qaçır çəmən boyu, qaçır uşaqlar. Onların dalıcan dur deyir könlüm. Baxıram çəmənə, gözüm doymuyur. Nə olsun çox şey istəyir könlüm. Yerimdən durmağa yaşım qoymuyor. Bizim yerlərdə zurnanın böyük qiyməti olur. Mənim yadımda uşaq vaxtından bütün kənd toylarını zurnaçılar eləyərdi. Çıxardılar səhər tezdən damın üstünə səhərin çalardılar və cəmaatı toya dəvət eləyərdilər. Qoy bizim bu Şah dağın düşündən zurnanın səsi əksilməsin. Qara zurnanın səsi lap uzaqlardan gələn xəbər kimidir. Bizi ulu keçmişə aparır, tariximizə qovuşdurur. O tarix ki, orada xalqımızın dünya görüşü, həyat tərzi, adət-ənənəsi formalaşıb. İnsanlar çətinliklərə sinə gərə-gərə qədim mədəniyyətimizi, adət-ənənələrimizi bugünkü nəslə çatdırıblar. Salam aleyküm. Bizim böyük şairimiz, mənim ustadım Səməd Vurğun deyib ki, hər şahsı parçası, hər məzardası nəsildən nəslə bir yadigardır. Siz sağ olunuz ki, siz bizim qədim bu əşyaları hamısını yığıb saxlayırsınız və gələcək nəsillərə ötürürsünüz.
Bundan yaxşı dünyada yoxdur. Həmişə var olun, həmişə yaradıcınızı həmişə böyüklərə izləyirik. Sizin kitablarınız, yaradıcılığınız bizim üçün də çox xoşdur. Böyük bir hədiyyədir. Bu hədiyyələrə görə çox sağ olun. Keçmişimizi, dünənimizi əks etdirən bu eksponatlar bizə çox şey verir. Bu yadigarların hər biri bir tarixdir, yaddaşdır, gələn nəsillərə əmanətdir. Elə vaxt olur ki, bir sözün üstündə bir gecə fikirləşirsən. O söz var hardasa, tapıb yerine koya bilmirsən. Söz misrada yerine düşünce insan neler çekir. Ve ona göre deyirlər ki, söz sənətindən ağır sənət dünyada yoktur. Şair için nedir? Ağ varaqdır bir də qələm. Şeir yazmaq azdır. Şeiri yaratmaq lazımdır. Yaylaqlar qalası mən gəldi gedir. Əlvan yamaclardan de necə doyum. Çiçəklər nə qədər, güllər nə qədər, hansını qoxluyum, hansını duyum. Birini oxşasam inciyər biri, gül çiçək içində düşmüşəm dara. Şəhərli qızların yoxdur xəbəri, ətriyyat dükanı köçüb dağlara. Hər dəfə kəndə gələndə zəhmət dolu günlərini yada salır. Torpaqla, daşla üz-üzə dayanır, söhbətləşir, onlarla nəfəs alır. Harda olursa olsun, onun güc, qüvvət mənbəyi poeziyadır. Hər yerdə şeir haqqında düşünür. Bu düşüncələrlə bahəm qanı coşur, duyğuları təzələnir. Doğulduğu kənddə özünü çox rahat hiss edir. Benim sevdiğim şairler çoktur. Ama ilk ustad bildiğim Səməd Vurğundur. Sonra da Rus şairi Sergey Yesenin'i çok seviyorum. Yesenin deyir ki, ben şairim. Ona göre ki, benim vətənim var. Vətənsiz şair olabilir. Kələntər Kələntərlinin şairliyi anadan olduğu bu torpaqdan başlayır. Kəndindən, daşından, dağından, elindən, obasından başlayır. Vətənin otu da, suyu da, kiçik bir daşı da ona əzizdir. Şairin ilham pərisi göydəki mələklər yox, yerdəki insanlardır, dədə-baba ocağıdır. Bu ocaqda bişən çörəyin ətridir. Uşaqlı böyüklü bu kəndin adamlarıdır. Onların işgüzar əlləri, mehriban baxışlarıdır. O heç zaman kəndini, elini, obasını unutmur. İmkan olanda onlara baş çəkir, təşrif gətirir. Bu insanlarla danışmaq, ünsiyyətdə olmaq ona ruh verir. Doğmalarla görüşü qəlbini dağa döndürür. Bu ev onu xatiriyə çevrilən anlara aparır. Şair bu kəndin çörəyi ilə böyüyür. Bu ocağın tüstüsü, bu çörəyin istisi Kələntər Kələntərlinin varlığına çökür, onu duyğulandırıb, içində qəribə hisslər oyadır. Onu şair edən də bu hisslər olur.
Ana hakkında xeyli şiirler yazmışım. Dünyada anadan mükaddesini var. Ona göre deyirlər, bu dünyada əziz şey bir anadır, bir vətən. Eğer bunlar əziz olmazsa içinde adı koşa çekilmezdi. Mənim adam çok əzab çekip bizim üstümüzde. O ki 39 yaşında erini itirdi. Anamın da çoğusu 36 yaşı vardı. 5 uşaqla kalmıştı. O şələ daşmaqla, yer belləməklə, qalxızda işləməklə bizi ərsəyə çatdırdı. Kızlarını ərə verdi, mən də oxumağa gəldim. Mənim anam dünyanın en güzel insanpərvər anlardan biri olub. İndi də həmişə gözümün qabağında onun şaballı gözləri vardı, anamın şaballı. O şaballı iki gözlə müşahidə edir. Anam şirin bacı yuya başımı, dizinin üstüne koya başımı. Kulağım eşidə yeni öğütler, bir ağrı bilmeye bu yürek, bu can, başımın üstünde salkım söğütler, dünyanın kamını alam dünyadan. Mənim bu günüme həsəd çəkir kim, kimin xoşu varsa verim yerimi. Kaş ki olmuşları unuda bilim, bir daha görmeyeyim gördüklerimi. Böyük dildə daha çox dünyaya çatmaq olar. Halbuki Azərbaycan türk dildə böyük dildir. Kələntər bu dilin tam haqlı, hüquqlu vətəndaşlarından, şairlərindən biridir. O türk şairidir və türk dilli poeziyasından bütün Orta Asiyada, Türk dünyasına da yol sala bilər. Kül olaram bir həsrətdən, bir də xoş bir ilim gəlməz. Nə heyrətdən, nə qeyrətdən dəm vurmağa dilim gəlməz. Şuşam geri alınmasa. Muğammildə, mil muğanda bir saadət görərmi heç? Vaqif şeiri bu cahanda doğru halət görərmi heç? Şuşam geri alınmasa. Havalanmaz xanın səsi, şikəstədən kim məst olar? Qarabağın şikəstəsi həmişəlik şikəst olar. Şuşam geri alınmasa. İnsan yaşlaştıkça kendinden cavan olmak istiyorsan. Ve onda bir otursan cavanlar. Ben mesela de ahır vaxtlarda yaşım 70'i geçenden sonra dünen edebiyata gelen 18, 19, 20 yaşlar cavan şairlerle, yaşlarla oturup duram. Onlar da bana ne diyeyim size, ürek direk verir hardasa. Hardasa özümü gümrah hissedilen ve çalışıram ki onlarla ayaklaşım. Şairler ağ saçlı körpelerdir. Demek şairde o ki, uşaqlıq dövrü ömrün axırına kimi davam ederek kalır. Şairin yüreği qocalmır. Ömrünü poeziyaya həsr etmiş şair, sadə, lakin mənalı bir ömür yaşayır. Cəmiyyətdə, insanların arasında olmağı xoşlayır. Düzgün, alnı açıq yaşamağı hər şeydən üstün tutur. Xəyalı göylərdə qanad çalsa da, ayağı həmişə yerdədir. İnsanları sevir, özünü onların əhatəsində rahat və xoşbəxt hiss edir. Həyatını insanlarsız təsəvvür etmir, tənhalıqdan uzaq qaçır. Ne xoşbəxt adamım, o mənada ki, mən neyəsə nail ola bildim. Mən sözümü deyə bildim. Mən xalqımın sözünü deyə bildim. Şairin ən çox xoşladığı cəhətlərdən biri dağlara sarı getməkdir. Sanki o, ən əziz adamının görüşünə tələsir. Yaxşı ki dünyada bir şah dağı var. Dərdimi dumana sənə verib o. Çiynimi sıxsa da silsilə dağlar, öz dağ dözümünü mənə verib o.
Dağların döşündə gəldim dünyaya. Dağların döşündə gözümü açdım. Güldən gülə qonan kəpənək kimi bir zaman çəməndən çəmənə qaçdım. Deyirəm o çəmən, o dağ, o dərə hər zaman, hər yerdə sirdaşım olsun. Dünyadan köçəndə qoca Şah dağı mənim əbədilik baş daşım olsun. Şair ömrünün müdrik çağını yaşasa da, qəlbində sonsuz bir həyat eşqi var. Kələntər-kələntərli ilk dəfə dünyaya şair gözü ilə baxanda əvvəl Şah dağı, sonra isə günəşi görür və həmişə günəşə qovuşmaq istəyir. Şah dağdan günəş daha yaxın görünür. Şairə də elə bu lazımdır.